komandasında fokusu olandı. Vəssalam. Bir dənə fokusu var ki, komanda yaradacaq. O mənəm, baxın. Uğurlu həmkarlar fokusu yaradacaq. Bax, komandasının yaradılması. Peşəkar şəbəkəçi odur. Sən 100 dəfə deyə bilərsən, misal üçün məsləhətçi gəlir sənə, deyirsən ki, qəşəng satışı var və s. və ilaxır, işlərini görür, söz adamı yazdıra bilmirəm. Düzdür, işi göstərirsən, işi izah edirsən, tez alınmır. Yadınızdadır, mən dedim, bizim biznesimiz cəhdlər və səhvlər biznesidir. Yadınızdadır dedim. Yəni siz cəhd eləməlisiniz, o necə alınmır? Bir dəfə alınmayacaq, 2 dəfə alınmayacaq, 3 dəfə səhv edəcəksiniz, qorxmayın səhv eləməkdən. Səhv işləməyən etmir. İşləyirsinizsə səhv edəcək, biz mənim səhv eləmirik, biz də səhv edirik. 28 il iş təcrübəm vardı, bu da görsən elə bir səhv elə olur ki. Səhvi boynuma alıram ki, bilirəm, mən burada səhv elədim. Və o səhv normal haldır, səhvlər bizi təcrübə yaradır. Səhvlərimiz olmasa təcrübə də olmayacaq. Ona görə də peşəkar şəbəkəçi fokusu yalnız komandasının yaradılmasına olandır. Bu isə təbii ki, bizdən nə tələb edir? Zaman, Və enerji. güc, bəli,